Mən dükanın sağında gördüm ki, bizim qapıları. Salam dəyərli izləyicilər, əziz dostlar, hamınızı xoş gördük. Yola yaxın ev axtaranlar, 218 nömrəli məktəbin yanında ev axtaranlar, qapıya qədər töküm asfaltlı ev axtaranların nəzərinə bir dənə dövlət qazı işığı olan əşyalı ev sizə təqdim edirəm. Qiymət də çox münasib. Qiyməti sonunda deyəcəm. Bu həyətyanın sahəsidir. Rahatçılıqla həyətə bir dənə pürüzdür, qobatdır, avtomatdır, rahat daxil ola bilər. Daxil olan kimi həyətdə. Və kombi xətlərinin yeri. Ev bir neçə ildir yaşayışlıdır. Biz kombidən istifadə olunmur. Yəni ekonomiya görə İran pesinə istifadə olunur. Fitmin qazı var. Şirin suyu gəlir küçədən. Ehtiyat sıçanı, gidrafonu. Evə daxil olanda kürsülü hündür 1, 2, 3, 4, 5, 6, 7. Yəni dikişinin malı göz qabağındadır. 7 daha kürsülüdür. Hündür evdir. Bağın çıxışı buradandır, bana girir. Sonra xatına kimi hamısı da var. Maşallah, ayaqqabı kolleksiyası. Daxil olan kimi sağ tərəfdə mətbəx. Bu evimizin mətbəx hissəsi. Maşallah olsun. Evyəsi baldan, fındıqdan, basıb yer. Burada yerləşir. Mətbəx mebelizada hamısı var. Əşyalar da qalıcıdır. Sanitarla sanuzi. Göz oxşayan kafellər vurulub. Bura bir yataq otağı gördüğünüz kimi. Burada salon da var. Aboylarına kimi hamısı vurulub. Bütün tərəfdən açıqdır, işıqlıdır. Bura evimizin qonaq otağı. Gördüğünüz kimi. Və keçsək evimizin digər bir otağı. Bu da evimizin digər bir yataq otağı. Pəncərələr hamısı öz həyətinə baxın. Qiymət 48.000 manat. Və satılan qiyməti 48.000-dir. Şirin suyu, qazı işi hamısı da var. Sənətdə ki, köhnə sağlıq sərəncamı. Süsən sümbül bitirmiş həyat məyəmə. Belə gözəl qonşu sizin olsun. Bizi izlədiyiniz üçün təşəkkürlər.